Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi təqvallah. Əziz, möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamağa müvəffəq eləsin inşallah. Bir məsələnin barəsində istəyirəm danışım ki, dəfələrlə danışmışıq, amma çox zəruridir. Bu da insanın ömrüdür, zaman anlayışıdır ki, insana verilmiş çox böyük bir dəyərli nimətdir. Heç təsadüfi deyil ki, Quran-ı Kərimdə Allah mütəal zamana and içir. Quran-ı Kərimdə Allah mütəal buyurur, Bismillahirrahmanirrahim, Vəl-əsr, innəl-insana ləfi xusr. And ola əsrə. İndi əsrin cürbəcür təfsirləri var. Hər halda mövzu zamandır, vaxtdır. Allah zamana, vaxta and içməklə bizə istəyir, başa salsın, göstərsin ki, zaman üçün həyatımızda çox dəyərlidir. İnsan malını itirər, qazanar. Nə bilim, hər nə həyatda varsa, insan onu bəlkə də yenidən əldə edə bilər. Yeganə neymətdir ki, getdikcə gedir. Əlimizdən getdikcə gedir. Buz misalında əriyir və suya dönür. Hər kim bunu yaxşı ticarət eləsə, yaxşı qiymətə satsa, udub. Hər kim bu ticarətdə səhlənkarlıq eləsə, ömrün bihuda versə, bu adam ziyankardır. Quran buyurur, Vəl-əsr, innəl-insana ləfi xusr. And ola əsrə ki, bütün insanlar ziyan içindədirlər. Çünki ömür gedir, qarşılığında bunu ticarətini eləyə bilmir, bir şey ala bilmir. Allah mütəal buyurur, illəllədeynə əmənu və əmilus salihat. İstisna var, bütün insanlar ziyandadır. Lakin bəzi insanlar var ki, ziyan eləmirlər. Çox az insanlardır bunlar. Kimdir bu insanlar? İlləllədeynə əmənu. Birinci şərti budur, gərək iman gətirsin. İman gətirməyən hər kəs ziyandadır. İman gətirsin, tək iman gətirməklə kifayətlənir, xeyr. İman gətirmək işin tamamı deyil. İnnəl-ləzīnə əmənu və əmilus salihat. İman gətirdik deyəndən sonra əməli salih etsin, yaxşı əməllərlə məşğul olsun. Və təvassu bil-haqq və təvassu bil-səbr. İnsanlara haqqı tövsiyə eləsin, insanlara səbrə tövsiyə eləsin. Çox da maraqlı bir surədir. Allah deyir ki, iman gətirəndən sonra salih əməllər görsün. Sonra deyir ki, insanlara haqqa dəvət eləsin və insanlara səbrə dəvət eləsin. İnsanlara, əzizlərim, haqqa dəvət eləmək, səbrə dəvət eləmək əməli salih deyil. Allah niyə əməli salih edin və ikinci dəfə bir də deyir ki, insanlara haqqa dəvət edin. Elə əməli salihin içində, salih əməllərin içində insanlara haqqa dəvət etmək də var. Səbrə dəvət etmək də var. Allah bizə başa salır ki, yaxşı işlərimiz bir tərəfədir. Amma cəmiyyətdə əmr və məruf etmək, insanlara haqqa dəvət eləmək, insanları səbrə dəvət eləmək çox mühüm məsələdir. Və səbrə dəvət eləmək bu deyil ki, məsələn, elə Allah sizə səbir versin deyək. Bu kifayət eləmir. Biz ülkə ola, nümunə ola, insanları səbrə dəvət eləyək. Yəni, bir yerdə, bir cəmiyyətdə gördük ki, bir negativ var. O negativə can yanğısı ilə ürək qoyaq, əməl qoyaq, rəftar qoyaq, o şeyi islah eləməyə çalışaq. Buna görə çox mühümdür. Bir ustadlardan biri danışırdı bir hadisəni. Bir rəssamın halından danışırdı. Bir rəssam var idi, bir tələbə yetişdirmişdi özü üçün, mükəmməl bir tələbə yetişdirdi özü üçün. Bir yerə gəldi, satdı, dedi ki, day, mən sənə bütün rəssamlığın sirlərini öyrətmişəm, day, mənim sənə öyrədəcəyim bir şey qalmayıb, gəl, day, yollarımızı ayıraq. Day, özün müstəqil bir yol tut, özün üçün iş, fəaliyyət göstər. Deyir, həmin tələbə rəssam gəldi, müəllimindən ayrılandan sonra bir dənə vaxt ayırdı, bir gözəl bir portret, bir sənət əsəri ərsəyə gətirdi. Ondan sonra gətirdi, onu qoydu, məsələn, meydanların birində və yanında da bir lövhə yazdı qoydu, bir yazı yazdı qoydu. Bir də qələm qoydu. Dedi ki, xahiş edirəm, bu şəklə, bu portretə diqqətlə baxasınız. Harada çatışmamazlıq varsa, o çatışmamazlığın üzərinə bir işarə qoyun. Harası nöqsanlıdır, xoşunuza gəlmirsə, oraya bir işarə qoyun. Bir müddət keçdi, gəldi, baxdı, gördü ki, o portretindən əsər əlamət qalmayıb. Day, bütün üstü cızmaqaradır da. Hər gələn bir şeyinə bir üstəgəl qoyub ora, ki, yəni burası xoşuma gəlmədi, burası nöqsanlıdır. Day, portretdən əsər qalmayıb. Bütün cızmaqara olub üstü. Bu götürdü portreti,
çox pərişan halda gəldi öz ustadının yanına. Dedi, ustad, mənə şəkil çəkmə öyrətmisən, amma bu şeylərdən mən baş çıxara bilmədim. Mən çox böyük bir əsər ortaya gətirmişəm. Bunu qoydum meydanda, bax, bu da bunun indiki halım. Ustad baxdı, gördü ki, doğrudan portretdə çox vəziyyəti pisdir. Dedi, bu portretin eynisini çəkə bilərsən? Dedi, çəkərəm ustad. Dedi, çək, düzəlt, gətir. Çəkdi, apardı ustadına, ustad apardı, həmin meydanda, həmin yerə qoydu portreti. Yenə bir qələm qoydu orada, bir lövhə yazdı. Dedi, bu portretə diqqətlə baxın. Harasında nöqsan görürsünüzsə, o nöqsanda düzəliş edin. Düzəldin o nöqsanı. Demədi, oraya işarə qoyun. Dedi, o nöqsanın düzəldin. Bir həftə keçdi üstündən, gəldilər, baxdılar, gördülər ki, portret necə var qalıb? İnsanlar gəlir, baxır, gedir. Ustadı tələbəsinə 2-ci həyat dərsini verdi. Dedi ki, oğlum, bax, insanlar irad bildirməyə pərgərdir, amma nöqsan düzəltməyə yox. Bizim insanları səbrə dəvət edəyək, insanları haqqa dəvət edəyək, insanların səhvlərini, nöqsanlarını düzəltməyə çalışaq, faş eləməyə yox. Abır aparmağa yox. Biz deyək ki, məsələn, bu cür işlər var, bu cür işlər var. Onu düzəldək də, əzizlərim. O zaman biz islahatçı olacağıq. O zaman. Ona görə də Quran-ı Kərimdə bu zamanın barəsində bir neçə bizim ayələrimiz var. Quran-ı Kərim buyurur, İnnə mə'al usri yusra. Həqiqətən, əminliklə, innə bir sözün kəlməsinin qabağında gəlirsə, mütləq bu cür olacaq mənası verir. İnnə mə'al usri yusra. Arxayın olun ki, bütün çətinliklərin dalınca bir asanlıq, bir rifah gəlir. Fəiza fərəqdə fansab. Allah Peyğəmbərinə deyir ki, elə ki, sən azad oldun bir işdən, növbəti işə başla. Yəni, mömin bekar ola bilməz. Bu işi bitirdisə, növbəti işə başlamalıdır. Müminin bekar vaxtı olmamalıdır. Və ilə Rabbikə fərqəb və Allah'a qarşı rəğbətli ol cinə. Yəni, gördüyümüz işləri çox keyfiyyətli görək, bir mömin vəzifəmizdir. Baxın, Peyğəmbərimizin həyatında bir hadisə var. Deyirlər ki, bir nəfəri dəfn eləyirdilər. Dəfn eləyəndən sonra görmüşlər, torpaqla örtürlər qəbrin üstünü. Peyğəmbər gəlirdi, əli ilə o torpağı düzləyirdi, düzəldirdi, daşları yanına səliqə ilə düzürdü. Dedilər ki, ya Rasulallah, bu da ölü, bu da qəbirdir də, 5-10 günə dağılıb gedəsi bir şeydir. Dedi, yox, hər gördüyünüz işi səliqəli görün, mükəmməl görün. Bax, Peyğəmbərimizin bizə öyrətdiyi budur. Başqa bir ayə-i şərifə Quran-ı Kərim buyurur, Bismillahirrahmanirrahim. Qad əfləhəl müminun, möminlərin barəsində danışır. Deyir, möminlər nicat tapdılar. Əlləzinəhum fi salatihim xaşiun. Möminlər olardılar ki, namazlarında xuşu halını tapıblar. Çox xuşu özü bir mövzudur da danışarıq barəsində. Təqvalı bir namaz qılırlar. Vəlləzinəhum anilləğvi mu'razun. Möminlər o şəxslərdirlər ki, bütün bihuda şeylərdən uzaqdılar. Əzizlərim, müminin boş vaxtı olmamalıdır. Dəmin oynasın, müminin boş vaxtı olmamalıdır, nərd oynasın. İndi elə halaldır, haramdır, bu tərəfi ilə bizim işimiz yoxdur. O da özü bir mövzudur. Ki, bəzi alimlərimiz elə nərdə haram bilirlər. Bəzi alimlərimiz ümumiyyətlə bütün stol-üstü oyunları haram bilirlər. Axı, məsələ budur ki, hətta haram olmasa belə, Quran deyir ki, müminin xüsusiyyəti budur ki, bihuda işlə məşğul olmaz. O, ora ayırdığı o 1 saatı, 3 saatı, 5 saatı gedər, məsələn, qəza namazı qılar, mütaliə eləyər, gedər həyətində alaqları təmizləyər. Axı, bir xeyirli bir iş görər də. İndi hər birimiz həyatımızda bu günlər bu işlər olubsa da, bu işləri daha kənara qoyaq, Allahdan bir bağışlanma diləyək və o zaman neməti ki, var bizim əlimizdə, nə qədər əlimizdən getməyib. Əziz Peyğəmbər buyurur ki, 2 nəfər var ki, 2 şeyin qədrini bilməz. Biri cavandır, ömrün, zamanın qədrini bilməz. Onu yaşlılardan soruşun. Biri də sağlamdır, xəstəlik gəlməmiş, can sağlığının qədrini bilməz. Ona görə bu şeylərin qədrini bilək. Əzizlərim, Allahdan bu ömür ki bizə verilib, onu bərəkətli yaşayaq. Allah'ın verək izzət cəlalına ömrümüzü, vaxtımızı Allah yolunda sərf etməyi bizlərə nəsib eləsin.